Merhabalar. Salam əziz izləyicilər. Mən Məmmədova Cüneyt, Dahi Akademiyanın Azərbaycan dili müəllimi. Bu gün sizinlə 26 oktyabr 2025-ci il tarixində 10-cu siniflər üzrə kursumuzda keçirilən birinci mövzu sınaq imtahanının Azərbaycan dili sualları ilə tanış olacaq. İlə isə vaxt itirmədən keçək sualların izahına. 27-ci sual. Sözlərin əsasında eylər-ven diaqramına uyğun fikirləri müəyyən edin. Batareya, bəyanat. Birinci hökm. Deyilişi və yazılışı fərqlənmir. Bu, hər ikisinə aid olduğu üçün kəsişən hissədə yazılmalı idi. Ona görə yanlış fikirdir. Saitlərlə samitlərin sayı bərabərdir. Baxırıq, 4 sait və 4 samit bərabərdir. Amma digər sözdə 4 samit 3 sait olduğu üçün bu bərabər olmur. Buna görə ikinci hökm doğrudur. Səhv yazılıb. Xeyr, heç bir söz səhv yazılmadığı üçün üçüncü hökm yanlışdır. Uzanma var. Bəyanat. Bəli. Amma bateriya sözündə uzanma olmadığı üçün 4 doğru cavabdır. Saitlərdən biri tələffüz zamanı dəyişir. Heç bir sait tələffüz zamanı dəyişmir. Ona görə bu hökm də yanlışdır. Bizə uyğun fikirlər dediyi üçün cavab 2 və 4 D variantı. 28-ci sual. Sözlərin yazışı ilə tələffüzündəki fərqli məqamlara görə məntiqi ardıcıllığı tamamlaya bilən nümunəni göstərin. İpoteka, o aya keçdiyi üçün bir fərqli məqam. İşsizlikdir və 2 fərqli məqam. Kasadlıq 3 fərqli məqam demək. 1, 2, 3. Bizə nə lazımdır? 4 fərqli məqam. Kədərlənmək 3 fərqli məqam. Oddanmaq 3 fərqli məqam. Kilitlənmə 3 fərqli məqam. Aidlik 4 fərqli məqam. Cavab D variantı. Sədirliyə baxırıq. Sədirlik. Burada isə 3 fərqli məqam. Buna görə 28-ci sualın cavabı D variantı. 29-cu sual. Cədvəldəki yanlış əlaqələndirməni müəyyən edin. Ecazkar, möcüzəli, doğrudur. Yaxın mənalı, yəni yanlış fikir axtarırıq. Lətafət, incəlik. Yekdillilik, birlik. Vüsal, qovuşma, düzdür. Nikbin, ümidsiz deyil. Nikbin, gələcəyə ümidi olan deməkdir. Ona görə doğru cavabımız E variantıdır. 30-cu sual. Eyni nitq hissəsinə aid olan homonim sözləri seçin. Nəticə. Demək, nəticə bir nəvə nəticə isim. Bir də işin nəticəsi. İkisi də isim olduğu üçün biri götürürük. Kürək. Demək, alət isim. Bir də bədən üzvü olaraq isim. İkini də götürürük. Böyür bir feil olur. Böyürmək. Bir də bədən üzvü yenə isim. Ona görə fərqli olduğu üçün götürmürük. Yar, yarmaq feil və sevgili yar isim. Ona görə bu da fərqlidir. Bar, məhsul, bar isim. Bir də ayaq üstü içki içilən yer demək isim. Hər ikisi isim olduğu üçün 5-i də götürürük. Sürü feil və sürümək feil, bir də qoyun sürüsü isim. Bu da fərqli olduğu üçün götürmürük. Cavab 1, 2, 5 A variantı. 31-ci sual. Hansı sözlərdə saitin təsiri ilə kar samit, cinciltili samitə çevrilməsi halı baş verir? Baxırıq. Söz getdi. Buna sait artırırıq. Get. Kar nə oldu? Cinciltili. Biri götürürük. Yaz, yazdır. Burada
Heç nə elədir özü cinciltilidir deyə olmur. Çoxaldır. Çox, çoxal, çoxalt. Ir gəldiyi üçün çoxaldır oldur. Ona görə 3-də götürürük. Gəzdir. Burada dəyişiklik yoxdur. 4-ü götürmürük. Sözün kökü etdir. Ir artıranda çarsamid cinciltiləşir, edir. Ona görə 5-də götürürük. 1, 3, 5. Doğru cavab A variantı. 32-ci sual. Gözünün acısını almaq ifadəsinin təhlilinə aiddir. Doğru, yanlış. Sərbəst birləşmədir. Gözünün acısını almaq frazeoloji birləşmə, yəni sabit birləşmədir. Ona görə yanlışdır. Amonim birləşmədir. Xeyr, gözünün acısını almaq amonim birləşmə deyil, yanlışdır. Asıl və əsas tərəfi olmur. Bəli. Demək, frazeoloji birləşmələrin aslı və əsas tərəfi olmur. Buna görə bu doğrudur. Mürgüləmək sözü ilə sinonimdir. Xeyr, mürgüləmək sözü ilə sinonim deyil, mənası desə olardı. Amma sinonim olması üçün frazeoloji birləşmə olmalıdır. Buna görə bu da yanlış fikirdir. Bizə aiddir dediyi üçün doğrudan doğrunu, yanlışdan yanlışı götürməliyik. Doğruda doğru hökm yoxdur, yanlışda yanlış 4-dür. Ona görə cavab yalnız 4D variantı. 33-cü sual. Tələffüz şəkli verilmiş hansı sözün yazılışında qapalı sait iştirak edir? Yazılışında yazırıq. Hökmdar. Yazılışda qapalı sait yoxdur. A olmaz. Zəhimli, zəhimlə yoxdur. Sonra qayın, ata. Demək, yazılışında qapalı sait var. Doğru cavab C-dir. Digərlərinə baxaq. Babaya. Burada qapalı sait iştirak etmir. Tələyə. Burada da qapalı sait yoxdur. Doğru cavab C variantı. 34-cü sual. Hansı cümlədə götürmək sözü qarşısında verilmiş izaha uyğun gəlmir? Götürmək. Götürək bu ilki imtahanlar. Nəzərə alaq bu ilki imtahanlar oldu. Qızın sözü Nərgizi bərk götürdü. Dözmək. Xeyr, bu həmin mənanı vermir. Oğlumu kursa götürdülər, yəni qəbul etdilər. Düzdür. Qəflətən bir qorxulu səs meşəni götürdü, yəni bürüdü. Doğru. Söz götürmək onun xarakterində yoxdur, yəni qəbul etmək onun xarakterində yoxdur. Düzdür. Doğru cavab B variantı. 35-ci sual. Sözlərdən birinin yazışı ilə tələffüzü fərqlənir. Negativ fərqlənmir. Əkiz. Necə yazılır elədir? Dövran həmçinin, ədəbas həmçinin. Burada ənbər sözüdür. Bundan sonra B gələndə demişik M kimi tələffüz olunur. Ənbər deyilişi, yazılışı fərqlənir. Cədvəldəki uyğunluğu müəyyən edin. Mətin sinonimi dönməz, amma antonimi qorxu deyil, qorxu isimdir. Onun da antonim deyil. Naxoş, yəni naxoşdur, nasazdır. Antonimi də sağlam olduğu üçün cavab B variantıdır. Ağıllını dərrakəli deyə bilərik, amma ağılsız onun antonimi ola bilməz, çünki kökləri eynidir. Qorxaq, çəkingən, ağciyər hamısı sinonimdir, antonim ola bilmir. Simit, əlaçıq onun antonimidir, ona görə olmur. Cavab B variantı. Başlayırıq mətn suallarını izah eləməyə. Demək, uyğunluğu müəyyən edin, doğrudur, yanlışdır. Şairin daxili tərəddüd içində idi. Bu da doğrudur, tərəddüd içində idi. Müəllimin sözləri şairi ruhdan salır. Xeyr, orada da yazılıb ki, müəllimin sözləri şairi ruhdan salmır. Bu yanlışdır. Şair qorxusuna kağız üzərində qalib gəlir, dinləyici üzərində təsir buraxmır. Xeyr, dinləyicilər sonda onu alqışlayır. Baxırıq. Baxın, burada yazır.
Demək, bu alqışlar şöhrətin nə də tamaşanın səsidir, sözün qəbul olunmasının səsi idi. Buna görə bu, dinləyicilər üzərində təsir buraxmır fikri yanlışdır. Şair kitabxanaya öz daxili sükutunu dinləməyə gedir, doğru fikirdir. Biz şairin daxili tərəddüd içində idi, doğru. Müəllimin sözləri şairi ruhdan salır, demişdik, yanlışdır. Uyğunluq dediyi üçün doğrudan doğrunu, yanlışdan yanlışı götürürük. Doğru cavab A variantı. 38-ci sual mətndə qarşı-qarşıya qoyulur. Qorxu və cəsarət. Bəli, əvvəl qorxurdu, sonra cəsarətləndi. Daxili aləm, bəli, onun daxili aləmində qorxu var idi. Sonra xarici dünyanın təsiri ilə o qorxuların yeni qarşı-qarşıya qoyulur. Şair və rejim qarşı-qarşıya qoyulmur və qadağalar, orada qadağalar yox idi. Həmçinin azadlıqda. Doğru cavab 1-2 E variantı. 39-cu sual. Hansı atalar sözünü mətnə aid etmək olar? Qorxunu aşan özünü aşar. Elə cavabımız A variantıdır. Çünki burada da şair birinci qorxunu aşır. Sonra bütün özünü aşıb problemləri aşır. Səbirli dəniz kənarında oturar. Elə bir fikir yoxdur. Sözünün ağası ol. Əlbəttə belə bir fikir də yoxdur. Şöhrət dalğaları yüngül adamları tez yerindən oynadır. Yəni bu şairə aid edilmir, o yerindən oynadacaq bir şey olmadı. Yaradıcılıq dünyada ən böyük üsyandır. Əlbəttə o üsyan eləmədi. Cavab A variantı. 40-cı sual. Üzərində rəqəm yazılmış sözlərdən biri digərlərindən fərqlidir. Baxırıq, həqiqi məcazi mənada. Köhnə kitabxana həqiqi. Sonra ikinci. 2. Burada qorxu gətirdi. Qorxu gətirir məcazi. Demək, 1 həqiqi, 2 məcazi. 3. Bu sual sadə görünürdü. Sadə görünür məcazi. 4-ə baxırıq. 4-də cavab verdi. Cavabı vermək olmaz. O da məcazi. 5-də qaranlıq çökdü. Qaranlıq çökdü də qaranlıq çökə bilmir deyə məcazi. Demək, 1 həqiqi, digərləri məcazi. Ona görə 1 həqiqi, digərləri məcazi olduğu üçün doğru cavab A variantı. 41-ci sual. Mətnlə bağlı bu qənaətə gəlmək olmaz. Demək, təhkiyədən istifadə olunub. Bəli, təhkiyə, nağıl istifadə olunub. Terminoloji funksiyalı sözlər üstünlük təşkil edir. Xeyr, bu elmi mətnlərdə olur. Burada terminoloji xüsusiyyət, funksiya üstünlük təşkil etmir. Doğru cavab edir. Sərbəst danışıq formasında nümunələr var. Dialoqlar, bəli. Poetik funksiyada olan ifadələr işlənib. Doğru. Məcazi mənalı sözlər var. Nəsr formasında yazılıb, düzdür. Cavab B variantı. 42-ci sual. Mətnə əsasən klasteri tamamlayın. Gənc şairin xarakteri. Demək, biz mətni oxuyanda görürük ki, gənc şair ən əsas həssasdır. Sonra xəyalpərəst deyə bilərik. Xəyalpərəst. Sonra çəkincən. Çünki neyir? Orada çəkinir. Bu şeyi, xarakteri yaza bilərik. Növbəti sualımız 43-cü sual. Açıq mikrofon gecəsi şairin daxili inkişafında nə kimi rol oynayır? Demək, yazırıq onun qorxusunu. Bir dəqiqə. Demək, onun qorxusunu aşdı. Ürəyindəkiləri
yaşamağı ve paylaşmağı öğrendi. Bu kimi fikirlər doğru cavab sayılır. 44-cü sual. Altından xətt çəkilmiş cümlədə məzmunu saxlamaqla mətnin səciyyəvi üslubu xüsusiyyətlərinə uyğun dəyişiklik edərək cümləni yenidən yazırıq. Qaydırıq altından xətt çəkilmiş cümləyə. Burada deyir ki, şair qələmi barmaqları arasında fırladıb düşündü. Üslubu xüsusiyyətlərində dəyişiklik edərək, yəni yazırıq şair. Gələcəyə ümid bəsləyən qələmi məsələ deyə bilərik. Gələcəyə ümid bəsləyən qələmi barmaqları arasında fırladaraq, yəni fikrə daldı. Ya da xariqüladələr yaradaraq barmaqları arasında fırladı. Məsələn, məcazilik burada bir də fikrə daldı deyə bilərik. Fikrə getdi deyə bilərik. Bu cür. 45-ci sual. Mətndə tünd qara hərflə yazılmış sözlərin qarşılığını yazın. Baxırıq, tünd qara hərflə yazılıb. Sükut sözüdür. Bir də tərəddüd. Sükut sözünə yaza bilərik. Susma, danışmamaq. Tərəddüd, yəni qərarsızlıq yaza bilərik. Qırx altıncı sual. Mətndə nöqtələrin yerinə uyğun gələn fikri yazın. Mətndə nöqtələrə qaydırıq. Bir gün kitabxananın sakitliyini pozan səs gəldi. Yaşlı, lakin diqqətli baxışlı bir müəllim ona yaxınlaşdı. Gənc şairi tərəddüd içində yazan görən müəllim asta səslə soruşdu. Əlbəttə biz bilirik, oxuyanda görürük ki, şairdə ən əsas tərəddüd var idi. Ona görə tərəddüd yaza bilərik. Yəni fikirlər içində bu cür fikirlər yazsaq doğru olar. Növbəti sualımız 47-ci sualdır. Mətnin plan bətlərinə aid düzgün sıralamanı müəyyən edin. Birinci burada olacaq 4. Tikintinin başlanğıcı və siyasi şərait. Burada tikintinin başlanğıcı və siyasi şərait bu hissədə 7-ci eramızdan əvvəl 7-ci 4-cü əsrlər arasında müxtəlif yerli hakimiyyətlər tərəfindən inşa edildi və həmin dövrdə Çin ərazisində müstəqil knyazlıq mövcud idi ki, bu da həmin hissədir. Sonra ikinci olacaq tikinti prosesi və işçi qüvvəsi qaydırıq. Demək, burada deyir ki, səddin inşasında minlərlə əsgər, məhkum, məcburi əməkçi iştirak etmişdir. Üçüncü olacaq səddin hərbi və inzibati funksiyası. Burada baxın, sədd yalnız müdafiə divarı deyil, həm də sərhəd idarə etmə xətti kimi istifadə edilmişdir. Həmin hissəyə gedir. Və sonda da müasir dövrdə simvolik rolu. Müasir dövrdə, bugünkü dövrdə Çin səddinin simvolik rolu. Buna görə olur 4, 1, 2 və 3. Cavab A variantı.
48-ci sual. Hansı sualın mətndə cavabı yoxdur? Çin səddi hansı məqsədlə inşa edilmişdir? Demək, Çin səddi xarici hücumlardan müdafiə məqsədi ilə inşa edilmişdir. Mətndə var. Səddə hansı dəyişikliklər aparılmışdır? Demək, burada sərhəd nəzarəti üçün mövcud divarlar birləşdirilib. Mətndə həmin cümlə var. Çin səddi hansı istiqamətdə yerləşdirilib? Şimal istiqamətində yerləşdirilib 2-ci abzasda. Çin səddi hansı inzibati məqsədlə istifadə edilir? Sərhədləri qorumaq məqsədi ilə 3-cü abzasda həmin fikir var. Çin səddinin uzunluğu nə qədərdir? E variantı mətnimizdə yoxdur. 49-cu sual. Uyğunluğu müəyyən edin. Doğru fikirlər. Çin səddi yalnız Min sülaləsi tərəfindən tikilmişdir. Xeyr. Birinci abzasa baxırıq. Burada deyir ki, bu səddin tikintisi müxtəlif sülalələrin hakimiyyəti dövründə davam etdirilmişdir. Demək, bu yanlış fikirdir. Sonra Qin Shi Huang divarlara birləşdirmək haqqında əmr vermişdir. Bəli, bu 4-cü abzasda öz hökmünü tapır. Sonra yanlış fikirlərə keçirik. UNESCO-nun Çin səddini dünya irsi kimi tanımayıb. Bu eyni cümlə orada var, tanıyıb. Yanlışdır. Çin səddi bir neçə məqsədlə tikilmişdir. Bəli. Demək, doğrudan doğru 2, yanlışdan yanlış 3. 2, 3 A variantı. Hansı fikirlər mətnlə bağlı fakt hesab oluna bilər? Fakt. Çin səddi yalnız müdafiə qurğusu deyil. Bəli. Mətndə öz hökmü. 1-ci abzasda da deyilir ki, bütün bəşəriyyət üçün ibrət dərsi olan böyük bir tarixi xatirə idi. Tək müdafiə məqsədi deyildi. Xarici hücumlar nəticəsində dağılıb. Belə bir fakt yoxdur. Həmişə dövlətin nəzarətində olub, deyə belə bir fikir, hökm yoxdur. Tək bir hakimiyyət dövründə tikilməmişdir. Doğrudur. 3-cü abzasda deyir ki, demək, həmin dövrdə Çin ərazisində müstəqil knyazlıqlar mövcud idi və hər biri öz sərhədlərini qorumaq üçün müdafiə divarları qururdu. Demək, müxtəlif hakimiyyət var idi, tək hakimiyyət deyildi. Ona görə cavab 1, 4, B variantı. Çərçivədə verilmiş ifadə hansı sözlərlə əvəz edilə bilər? Çərçivədəki sözə qayıdırıq. Burada sülalə sözüdür. Sülalə. Sülalənin mənasını bilməliyik. Demək, sülalə nəsil, soy və xanəndə deməkdir. 3, 4, 5. Qədim və etimologiya sözündən əlaqəsi yoxdur. 51 cavab C. 52-ci sual. Buna görə də buranı dünyanın ən uzun məzarlığı adlandırmışlar cümləsi ilə mətnin neçənci abzasını genişləndirmək olar? Demək, qaydırıq biz mətnə. Burada demək, 5-ci abzasda deyir ki, səddin inşasında minlərlə əsgər, məhkum və məcburi əməkçi iştirak etmiş. Arxeoloji məlumatlara görə ağır iqlim şəraiti, çətin relyef işçilərin sağlamlığına ciddi təsir göstərmiş. Bir çoxu tikinti zamanı həyatını itirmişdir. 5-ci abzas. Ona görə onun davamı da ola bilər ki, buna görə də buranı dünyanın ən uzun məzarlığı adlandırmışlar. Neçənci abzas? Bura 5-ci abzas. Yazırıq 5-ci abzas. 53-cü sual. Eylər Venn diaqramı əsasında mətnlərin üslubu xüsusiyyətlərini müqayisə edin. Demək, əsas mətn publisistik mətndir. Çərçivədəki mətnə baxırıq. Metabolizm, maddələr mübadiləsi, orqanizmdə gedən kimyəvi reaksiyaların məcmusu deməkdir. Bu isə elmi olur. İndi üslubu xüsusiyyətləri dediyi üçün publisistik mətnə, əsas mətnə yazırıq. Publisistik xüsusiyyətləri məsəl kütləvidir, anlaşıqlı, fikirlər aydın olmalıdır. Çərçivədəki mətn haqqında deyə bilərik. Elmi mətndirsə demək konkret. Sonra dəqiq. Publisistik mətn üçün deyə bilərik.
kütləvi, aydın, anlaşıqlı. Bəs çərçivə daxilindəki mətnlə əsas mətnin kəsişən hissəsində ikisinə ortaq xüsusiyyət deyə bilərik ki, ədəbi dil normalarına əməl olunub, və funksional üslubdur. Bu da bizim ortaq xüsusiyyətimiz sayılır. 54-cü sual. Mətndə altından xətt çəkilmiş cümlədə uyğun düzəliş etməklə cümləni yenidən yazın. Yəni qüsurlu cümləni tapırıq. Altından xətt çəkilmiş cümlə. Deyir, xüsusilə Min sülaləsi dövründə sədd daha zəifləmiş, yox. Burada olmalıydı, möhkəmlənmiş, inkişaf etmiş və indiki görkəmini almışdı. İndiki görkəmi onun güclənmiş formasıdır. Ona görə zəifləmiş, yox. Biz 54-cü sualda zəifləmişin yerinə möhkəmlənmiş yaza bilərik. 55-ci sual. Mətndə tünd qara hərflə yazılmış sözə əsasən cədvəli tamamlayın. Tünd qara hərflə verilmiş sual deyir ki, demək, qədim dövrdə Çin ərazisində müstəqil knyazlıqlar mövcud idi və hər biri öz sərhədlərini qorumaq üçün müdafiə divarları qururdu. Müdafiə divarı qura bilərik. Ona görə biz buna yazırıq. Funksiya informatik. Və fərqli funksiyada biz onu poetik işlədə bilərik ki, məsələ hər gün yeni xəyal qururdu. Yeni bir xəyal qururdu.